Növbəti bir sualımız yenə 19 iyun sertifikasiyaya düşən kurikulum suallarından biri də, yəni bizə sual bu cür deyildi. Müəllim fəza fiqurları mövzusunu keçdikdən sonra şagirdlərə fəza fiqurları ilə bağlı bacarıqlarından istifadə etməklə parkda insanlar üçün əşyalar hazırlamasını tapşırır. Yenə də bizdən Bloom'un idrak taksonomiyasının mərhələlərini soruşurlar. Deməli, biz burada nə oxuduq? Dedi ki, müəllim fəza fiqurlarını keçir, sonra uşaqlara bu keçdiklərindən, bu bacarıqlarından, bax görürsüz, fəza fiqurları ilə bağlı bacarıqlarından, yəni müəllim keçib, uşaq artıq bunu bilir, bu bacarıqlarından istifadə etməklə parkda insanlar üçün əşyalar hazırlamasını tapşırır. Yəni biz burada nə görürük? Biz burada öyrənilənlərin icrasını görürük. Öyrənilənlərin icrası varsa, cavab tətbiq etmə mərhələsidir. Yəni bizə deyilən sual bu formadadır. Əgər sual tam olaraq bu formadadırsa, cavab bəli, 100% tətbiq etmə mərhələsidir. Yəni bizə sual necə deyilibsə, biz sırf o deyilən sualın izahını veririk. Yəni müəllimlərin də yadında necə qalırsa, bizə də o cür ötürürlər. Yəni bir sualda öyrənilənlərin icrası varsa, hansı ki burada da deyirik, fəza fiqurları ilə bağlı bacarıqlarından istifadə etməklə. Əvvəlcə müəllim keçir, sonra da uşaqlara deyir ki, indi bu bacarıqlarınızdan istifadə etməklə parkda insanlar üçün əşyalar hazırlayın. Yəni burada artıq öyrənilənlərin icrası varsa, bu tətbiq etmə mərhələsidir. İzləmədə qalın, növbəti sualları da tez-tez paylaşmağa çalışacağam.